Bismillahirrahmanirrahim. Allahın salamı olsun əziz müsəlmanlara. Bildiyiniz kimi mart ayının 8-dən 9-una, 10-undan 11-nə və 12-sindən 13-ünə keçən gecələr Qədr gecələridir ki, və bu Qədr gecələrinin müştərək əməlləri vardır. Onlardan biri günəş qürub edən zaman gecənin niyyəti ilə qusl edəsən və gecəni səhərə qədər oyaq qalaraq ibadətlə məşğul olasan. Həmin gecənin 2 rəkətli namazı var ki, hər rəkətində Fatihədən sonra 7 dəfə İxlas surəsini tilavət edərək, namazı bitirdikdən sonra səcdəyə gedərək 100 dəfə deyəsən Əstəğfirullahə və ətubu iləy. Həzrət Peyğəmbərimiz buyurub, hər kəs bunu etsə, Allah təbarək və teala onun özün və ata-anasının günahlarını bağışlayar. Və 100 dəfə Həzrət İmam Əlinin qatilinə lənət söyləmək və 100 dəfə də Əstəğfirullahə Rabbi və ətubu iləy deyəsən. Və Quran başa qoyaraq Allaha və 14 məsuma and verəsən. Gecənin əməllərindən də biri Həzrət İmam Əlinin və Həzrət İmam Hüseynin ziyarətnaməsini oxuyasan və Cövşən Kəbir duasını oxuyasan və 100 rəkətli namaz var ki, 50 dənə 2 rəkət namaz qılınmalıdır. Vacib deyil. Əgər hər kəsin ki boynunda vacib qəza namazları var, edə bilər ki, bu 100 rəkətli namazın yerinə boynunda olan qəza namazlarından qılsınlar. Və ələxüsusda bu gecənin önəmli əməllərindən biri də budur ki, insanlar zamanənin imamının zuhuru üçün qəlbən dua eləsinlər. Allah İmam Zaman ağanın zuhurun təcil eləsin inşallah.